Belə görünür. Sendviç hazırlayırıq. Başlayaq. Qıcqırtılmış. Belə bir çörəyim var, hansı ki balatıdan hazırlanıb, yəni təbii mayalanma üsulu ilə bişirilib və hazırlanıb. Belə kəsək də. Bir neçə dəqiqə üzərinə biraz mayonez sıxım və tavada qızardacağam. 2 ədəd suda bişmiş yumurta var. Üzərinə mayonez əlavə edəcəm. Əzirik. Və təbii ki, duz, əzək və qarışdıraq. Çörəklər qızardı, üzərinə əzdiyimiz yumurtanı əlavə edirik. İsə verilmiş filə var, onu çox nazik şəkildə doğrayıb üzərinə əlavə edəcəm. Pomidorları əlavə edirəm. Biraz duz. Üzərinə çox nazik şəkildə dilimlədiyim mozzarella pendiri əlavə edəcəm. Üç dəqiqə tavada sadəcə pendirlər biraz yumşalana qədər isidəcəm. Belə görünür. Dadına baxacağım. Dadı çox mükəmməldir. Siz də hazırlayın.